Hər kəsə salam, mən Müşfiq Nur. Cəmi 5-6 dəqiqə vaxtınızı alacağım. Ayrılmayın, maraqlı olacaq. Bədəni toksinlərdən necə təmizləməli? Yoğun bağırsaq, mədə və öd kisəsinin təmizlənməsi, qan almanın və buxar vannasının faydaları. Bədənin təmizlənməsi mövzusu qədim təbabətdə xüsusi yer tuturdu. Bir çox xəstəlik bədəndə zərərli maddələrin və metabolik tullantıların həddindən artıq yığılması ilə əlaqələndirilirdi. 1511-ci ildə yaşamış alim Yusif ibn Məhəmməd Cəməl Fəvaid, yəni Tibbi Yusifi əsərində yazırdı. Bədəndə maddələrin həddindən artıq saxlanması, onların tıxanması iştahsızlığa, bədəndə ağırlıq hissinə və orqan tıxanmalarına səbəb olur. Qədim tibbin əsas nəzəriyyəsi 4 maye üzərində qurulmuşdu. Qan, bəlğəm, sarı öd və qara öd. Bu mayələrin balansının pozulması xəstəlik sayılırdı. Təmizlənmə isə bu balansı bərpa etmə üsulu kimi qəbul edilirdi. Yoğun bağırsağın təmizlənməsi üsulu. Yoğun bağırsağın təmizlənməsi qədim həkimlər üçün vacib idi. Onların fikrincə, bağırsaqda yığılan zərərli maddələr xroniki zəhərlənməyə səbəb olur və bütün orqanların fəaliyyətini poza bilər. Profilaktika üçün tövsiyə edilirdi. Alma, armud və şaftalı şirələri içmək, bitki mənşəli qidalar qəbul etmək, həmçinin çoban yastığı çiçəyi və bağ yarpağı dəmləməsi istifadə olunurdu. Yarım litr qaynar suya bir xörək qaşığı ot əlavə edilirdi. Müasir tibbi baxışa görə isə bağırsaq özünü təmizləyən sistemdir. Lifli qidalar, kifayət qədər su və fiziki aktivlik ən təhlükəsiz üsullardır. Klizma yalnız həkim göstərişi ilə aparılmalıdır. Mədənin təmizlənməsi üsulları. Qədim alimlərə görə mədənin təmizlənməsi də vacib hesab olunurdu. Həddindən artıq yemək mədədə durğunluğa və həzmsizliyə səbəb olur. Həzm olunmamış qida mədədə qalaraq çürümə prosesinə gətirib çıxara bilər. Bu məqsədlə çoban yastığı dəmləməsi tövsiyə edilirdi. Bir stəkan qaynar suya bir yarım çay qaşığı çoban yastığı əlavə edilirdi. Bir günlük yüngül qidalanma və ya qısa fasilə tətbiq olunurdu. Müasir yanaşma bildirir ki, normadan artıq yemək həzm pozğunluğu yaradır. Lakin uzun müddətli orucular həkim nəzarəti olmadan risklidir. Öd kisəsinin təmizlənməsi üsulları. Öd kisəsinin təmizlənməsi üçün orta əsr həkimləri ödqovucu bitkilər məsləhət görürdülər. Ölməz çiçək, boymadərən, zəncirotu kökü. Hər stəkan qaynar suya bir xörək qaşığı ot əlavə edilərək çay hazırlanırdı. İskəncəbin istifadə olunurdu həzmə kömək üçün, həm də soyuq dəymənin qarşısını alırdı. Bu, bal və sirkənin qaynadılması ilə hazırlanan məhluldur. Müasir tibbi baxışa görə isə öd kisəsi problemləri zamanı öz başına təmizlənmə risklidir. Aş və ya iltihab olduqda mütləq həkim müayinəsi lazımdır. Qanalmanın insana faydaları. Orta əsrlərdə profilaktik qanalma geniş yayılmışdı. Bunun bədəni cavanlaşdırdığına və qan yaranmasını stimullaşdırdığına inanılırdı. Bugün isə qan donorluğu həmin praktikanın daha təhlükəsiz alternativi hesab olunur. Lakin aşağı təzyiq, anemiya və bəzi xəstəliklər zamanı uyğun deyil. Buxar vannasının faydaları. Buxar vannası da təmizləmə üsulu sayılırdı. Tərləmə zamanı bəzi maddələr bədəndən xaric olur. Sauna və buxar qan dövranını yaxşılaşdırır və stressi azaldır. Tərlə yalnız az miqdarda maddə xaric olur. Ancaq əsas təmizləmə funksiyasını qaraciyər və böyrəklər yerinə yetirir. Müasir dövrdə detoks anlayışı geniş yayılıb. Bugün detoks çayları, 3 günlük təmizləmə, qaraciyər yuma kimi anlayışlar populyardır. Lakin sağlam qaraciyər və böyrəklər bədəni özləri təmizləyir. Bədənin təmizlənməsi anlayışı qədim tibbdə tıxanmanın qarşısını almaq idi. Müasir tibbdə isə əsas prinsiplər bunlardır. Balanslı qidalanma, kifayət qədər su, fiziki aktivlik, keyfiyyətli yuxu və həkim nəzarəti. Və sonda bildirmək istəyirəm ki, bu məlumatlar maarifləndirici xarakter daşıyır. Hər hansı sağlamlıq problemi zamanı mütləq həkimə müraciət edin. Unutmayın, bədən özünü təmizləmə mexanizmlərinə malik mükəmməl sistemdir. Vaxtınızı mənə ayırdığınız üçün təşəkkür edirəm. Sağ olun, sağlam olun. Bu arada kanala abunə olub, video çarxı bəyənsəniz sevinərəm.